Şəhid Gizrin xatirəsi yad edilib. Azərbaycan ərazi bütövlüyü uğrunda həlak olan şəhid Gizir Abdurrahmanlı Sübhan oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Həcc Aslanov adına Ordu İdeologiya və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın ümumi lideri Heydər Əliyevin, eləcə də Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərini söz açaraq şərəfli həyat yolundan danışıblar. Şəhidin ailə üzvləri və yaxınları onlara göstərən diqqət və qayğı, eləcə də şəhidlərimizin xatirəsini daim uca tutduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərinin minnətdarlıqlarını bildiriblər.